Bir bacı sual verir və bildirir ki, qaynanamla birlikdə yaşayırıq və qaynanam öz ərindən 20 ilə yaxındır ki, ayrılıb və ayrılmalarına səbəb də qaynananın dediyinə görə ərinin ona xəyanət etməsi olub. Və bacı bildirir ki, qaynanam tez-tez əri barədə danışır, öz dərdini, yəni mənə deyir, ərinin ona xəyanət etdiyini bildirir və bu mövzunu tez-tez açır. Bacı soruşur ki, əvvəla bu qeybət sayılırmı və həmçinin də əgər mən buna qulaq asıramsa, yəni qaynanama qulaq asmaq məcburiyyətindəyəm, çünki etiraz edə bilmirəm, bir evdə yaşayırıq, başqa problemlər ola bilər, xətrinə dəyə bilərəm və mən ona əgər qulaq asıramsa, dinləyirəmsə və ona səbr etməyi tövsiyə edirəm, bağışlamağı tövsiyə edirəm, lakin belə olan halda mən qeybətə qulaq asmış sayılıram. Sözsüz ki, yəni qaynananızın ərini pisləməsi və sair, hətta xəyanət olubsa da bunu tez-tez dilə gətirməsi bu qeybət sayılır. Çünki qeybət necə ki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm hədisdə bildirir ki, bir nəfər barədə onun xoşlamadığı bir şeyi deməkdir. Və soruşurlar ki, ey Allahın elçisi, əgər bu dediyimiz həmin insanda varsa, onda necə? Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, əgər varsa, o zaman qeybət etmiş olursan, əgər yoxdursa, böhtan atmış olursan. Sözsüz ki, qeybət yəni böyük günahlardandır. Uca Allah Qurani-Kərimdə buyurur ki, "Və la yəğtab ba'dukum ba'da." Bir-birinizin qeybətini etməyin. Sözsüz ki, qeybətə qulaq asan da əgər inkar etmirsə, etiraz etmirsə, razı qalırsa bununla, sözsüz ki, o da buna şərik olmuş olur. Lakin bacının dediyi bir vəziyyətdə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bizə ümumiyyətlə hansısa bir günah işə inkar etməyin 3 mərhələsini qeyd edib. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, sizlərdən biri bir günah iş görərsə, onu əli ilə dəyişsin. Yəni bu əli ilə dəyişmək sözsüz ki, əmr sahiblərinə və həmçində ataya, evin böyüyünə aiddir. Əgər bacarmasa dili ilə də sözsüz ki, çox adam bunu bacarır və bacı da bacardığı qədər əgər imkan varsa izah eləsin ki, bunu tez-tez xatırlatmaq qeybətdir, öz savablarını vermiş olur ona və həmçinin onun günahlarını özünə yükləyə bilər. Ona görə də yaxşı olar ki, bu barədə danışmasın. Yox, əgər belə də etmək qaynananın xətrinə dəyə bilərsə, inciyərsə, bir evdə yaşayırlar, həmçinin bunu nəzərə alsaq, ən azı qəlbi ilə, yəni inkar etməlidir və bacardığı qədər, yəni yayınmalıdır.